Özünə sağlam olun, nə təzə? Özünə çox sevirsiniz. Can. Təbrik edirəm sizi. Hə? Allah kömək olsun. Özünə nə sevirsən? Yaxşıyam, Allah kömək olsun. Keçərsən xala. Yaxşıyam, nə qədər təşəkkür. Nə tər özünü hiss edirsən? Çox yaxşıyam, çox yaxşıyam. Keçən dəfə izləyicilərim görür ki, necə ürəklə qucaqlamsa həkimimizi. Mən sizdən onu əllərindən görə-görə ona təşəkkür edirəm. Mənim uşağıma analığı yaşadan oldu. O qədər həkim gəzmişəm ki, Müsaade doktor benim uşağıma analık istedim. Ama kesin öyle bir çıkan incitmiştiniz de hekimi de. Niye vermiştin? Katılmıştı. O kadar hekim ben zenç vurucu kayıtladım. Təbii ki, çox istənmişdi. Niyə istənmişdi? Bilmirdim ki, hamiləyəm. Doktorumuz məndən də gizlətmişdi, sürpriz eləmək üçün. Könüldən də gizlətmişdi. Sadece olarak biraz bekledik ki bu bizim için de onun için de sürpriz olsun. Aha. Ve dedik ki hele gözle ama məyus olma, tutabilir, tutmayabilir. Böyle bir şeyler dedi ama karşıdan bir agresiya oldu ki yani insan biz en azından laf tutmasa da sabah olmasa bile insan olan zəhməti həmişə məncə qiymətləndir. Çünki mən ömür billah valideynlərimdən belə görmüşəm. İnsan mənim üçün əziyyət çəkirsə, sonucu nəticəsi nədən asılı olmayaraq, qapıma qədər gəlibsə, qapıma döyübdürsə, içəri giribdirsə, mən həmişə şəxsə hörmətlə yanaşmışam, özüyyəti itirmərəm. Məni tanıyan tanıyır, məndə iki üzdülük deyilən bir şey yoxdur. Yəni bu insanı ya sevərəm, ya sevmərəm və bunu da həmişə də bildirirəm, sevdiyim insanda, sevmədiyim insanda. Sadəcə olaraq onlar heç xəbəri eşitməmiş, buranı tərk elədilər. Telefonda agresiv cavab verdilər. Mən də dedim, inanmırsınız, test edə bilərsiniz. Testi heç göstərməmiş, testi belə atdılar. Yəni müəyyən bir çox incilmişdim. Mənə o incilməliyim yansıyıbdı. Nə edə bilərəm? Giz edə bilmərəm incilliyimi. Könlün hamiləliyi, rutin təqiblərin növbəti həftəsi idi. Hal-hazırda 8 həftəlikdir. Ürək döyməsi də mövcuddur. Çox şükür. Hamiləlik çox normal inkişaf edir. Əks bir reaksiyamız yoxdur. Ürək döyüntülərinə baxırıq. Təbrik edirik könül. Hər şey çox gözəl gedir. İnşallah hekayəsinin davamını paylaşar. Elə bilməyin ki, biz boş buraxmışıq. Könül xanımdan hər dəfəsində Müsalə doktor maraqlanır. Kürdəmədə qalır bilirsiniz. Hər dəfəsində çağırır. Heç bir ödəniş tələb eləmədən bütün müayinəsini, Allah canı sağ eləsin. Necə ki, təmənnası olaraq boynuna götürübsə elə də davam eləyir. Allah razı olsun Müsalə doktordan. 17 ili uşaq həsrəti çəkən, nə qədər həkimlər gəzən və artıq pes eləyəndə imkanı çatmadığı bir yerdə dayandıran Könülə 17 ildən sonra tüp bəbək vasitəsilə Müsalə doktor və onun komandası göydə Allah yerdə o övlad sahibi elədilər. Çox insanlar sevindilər, çox insanlar ağladılar. Elə olub ki, yolda mənə görürlər, qucaqlayırlar ki, Allah sizə, doktorunuza can sağlığı versin ki, yeriniz cənnətdədir, belə deyənlər var. Amma elə ibli insanlar da var ki, bu cür yaxşılıqları qoyub Müsalə doktorun cüzi bir reaksiyasına hər şeyi bağladılar ki, reaksiya, amma bilmədilər ki, o pərdənin arxasında baş verənlər nədir? Daha dərinliyə girib bu barədə danışmaq istəmirəm. Zaten mən Məylər Soyların storiesində bu barədə məlumat verdim. Doktor, çox sağ olun hər şeyə görə. Davamlı olaraq da inşallah. Təşəkkür edirəm doktor, əllərindən. Sağ salamat. Qızın mamasıdır bu arada, nənəsi deyil, qızımızın mamasıdır. Mənim balamdır, qızımdır, bircə dənə balamdır. Üzündə gül atırır. Xalan Xalan üzündə gül atırır. Bugün Könülün üzündə elə bir tumurcuqlanma, elə bir çiçəklənmə var. Mən ilk dəfədir ki, Könülü tanıyanlar, neçə aylardır doktor, ilk dəfədir ki, görəm üzü gülür. Bundan sonra Allah üzümü güldürsün. Amin inşallah, sayənizdə. İnşallah üçüncü olarak burada aralarında bebelerini kucaklar. İnşallah, inşallah doktor. Allah sizi var eləsin. Çünki mənim üstümdə əziyyət çəkir, həm mənəvi, həm maddi. Forumlardan sonra da belə doktor mənə əl çəkmədi. Yenə də nə vaxt yazımsa mənə cavab verib, nə vaxt sən gəlmişəm mənə cavab verib. Mənim hamiləliyimi indiyə kimi davam etdirir. Düz incimişdi həkim, amma inciliyinə baxmayaraq yenə də bir əli Müsalə doktorun Könülün üstündədir. Sona qədər də Allah canını sağ eləsin. Heç kəsin eləyə bilmədi. 17 illik uşaq sonsuzluqdan əziyyət çəkən bir xanıma göydə Allah, yerdə Müsalə doktor məlhəm oldu. Yoldaşım da deyir ki, bizə heç bir həkim o hissi yaşatmır.